yaş mərasimlərimizin görünən hissəsi. Ay qardaş, ay qardaş. Arzuların hakim qalan qardaşım. Ay bacı qırbaqdan nə yemək istəyirdin? Ay qardaş. Ay qardaşım. Adam onu nə xəbər elədi? Həkki, molla yadımdan çıxıb. Ayda, niyə açmır bu telefonu? Əşi demişəm, o hissəlini də gətirmir. Demişəm, belə yerlərdə mənə yığmır, görüm kimdə var. Alo. Hə. Salam mollayım, hardasan? Mənim atam rəhmətə gedib, biraz tez elə də. Atan rəhmətə... Allah rəhmət eləsin bala, Allah rəhmət eləsin. Mən bir məclis var oradayam, indi bir Fatihə verim dururam. Hə. Gəlirəm. Fatihə. Siz durarsınız, qardaş, sən Allah bağışlayın, mən işim var, getməliyəm. Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Ay bala, bu... Adı nə idi yadımdan çıxır? Mərhum. Mərhumun ləvazimatlarını hazırlamısınız? Bıy başıma xeyir. Bu da yaş mərasimlərimizin görünməyən hissəsi. Ay qadınam, professionallar bəs deyil. Yox, ay bacı, bunlar professionaldan ağlaya bilmirlər. Valla mən bu hazırlığı demirdim, mən şəfin dəfn eləməyi deyirdim. Amma deyəsən, boz baş verəcəklər. Buyurun. Bu cür gözəl rəqslərdən sonra Gəldik, düşdük dəfn mərasiminə. dəfn mərasiminə. Amma axırı bozbaşla qutarırsa yaxşıdır. Demək olmaz ki, heç nə eləməmişlər, iş görmüşdülər. Təşəkkür ederim. Var idi. Məğz və bu doğrudan Yaxşı, da mövzu- bugünkü problem, yəni cəmaət bilmir meydin ağlasın, yoxsa ki qapıya gəlib gedənlə o yeməyini fikirləşsin, nə olsun, yəni biraz bu problem var bugün doğrudan. Uşaqlar ona toxunmuşdular. Amma yenə göstərir ki, hər kəsin öz mənafeyini güdür də, yəni molla da Bilirsən, sonda... uşaqlar düz göstəriblər. Hamımızın ürəyindən xəbər verən bir temadır, hamımızı düşündürən. Amma Senari ümumi kimin? yaxşı idi. Sinan kimin idi? Senari kimin? Sən yazmısan. Özün yazmısan. Çox sadədir, amma Amma Bəs mənası sən var. Hə, yox, yaxşı idi. Siz bəyəndiniz süjetə, yaman alqışlayırdınız anar. Abi maraqlı sujetdə, biraz o birislərinə baxanda biraz maraqlıdır. Bir Goranboy yaxşıdır, bir də Şirvan.